canlı neyronlardan ağıllı sistem yaradılıb. Amerika Birləşmiş Ştatlarının Princeton Universitetinin alimləri elmdə yeni mərhələ hesab olunan innovativ texnologiya təqdim edib. Tədqiqatçılar canlı neyronlarla elektronikanı birləşdirən 3 ölçülü biogibrid beyin sistemi yaradıb. Yeni model əvvəlki beyin çipləri texnologiyalarından fərqli olaraq həcmli və elastik quruluşa malikdir. Sistem mikroskopik metal naqillər və elektrodlardan ibarət tor üzərində qurulub və bu strukturun üzərində on minlərlə neyron yetişdirilərək vahid şəbəkə formalaşdırılıb. Hazırlanan biogibrid sistem neyronların elektrik aktivliyini həm qeydə almağa, həm də stimullaşdırmağa imkan verir. Alimlər 6 aydan çox müddətdə hüceyrələr arasındakı əlaqələrin necə inkişaf etdiyini və gücləndiyini müşahidə edib. Təlim prosesi elektrik impulsları vasitəsilə sinapsların gücləndirilməsi və zəifləməsi ilə həyata keçirilib. Aparılan sınaqlar göstərib ki, sistem məkan və zamanı ayırd etməyi öyrənərək müxtəlif elektrik ardıcıllıqlarını düzgün tanıyır.